Bismillahirrahmanirrahim. Esselamu aleyküm ve rahmetullah. Allah ibadətlərinizi, itaətlərinizi qəbul etsin. Oruç namazlarınız qəbul olsun. Neçə gündür ki, biz müəyyən səbəblərdən eləyə bilmirdik. Sizin huzurunuza çıxaq. Amma Hacı Allah razı olsun ki, əvəz elədi. Yəni o boşluğu doldurdu. Allah təala inşallah qəbul eləsin. Yenə də əziz, dəyərli ustadlarımızla birgəyik. Hacı salam aleyküm, xoş gördük sizi. Salam və rəhmətullah. Allah köməyiniz olsun, Allah ibadətlərinizi qəbul eləsin inşallah, hamımızın. Amin inşallah. Allah yerinizi boş qoymasın inşallah. Amin inşallah. Salam aleyküm. Salam aleyküm və rəhmətullah. Allah razı olsun. Yeryüzü mənə gəlir ki, boş qalmayacaq. Həzrət Nuhun dövründə bir dəfə nəsil dəyişdi, yenə də... Höccətdən boş qalmayacaq da, qalan adamlardan ola bilər. Əsas höccətdir. Belə görünür ki, adamlardan da boş qalmayıb da, təcrübə göstərir ki, tufan gəldi, günahkarlar getdi, amma xalislər qaldı, salihlər qaldı. Bu da ümumiyyətlə mühüm mövzudur. Yəni, açıq qalıb İslam mövzular içindəki bəla gələndə möminləri də, pakları da aparır. Yəni, qurunun oduna yaş da yanır ya yox. Bəzi məlumatlardan belə görünür ki, yox. Amma bəzilərdən belə görünür ki, əmr biməruf eləməyəndə, onlar da çox quru deyirlər də, onlar da yəni. Qismən günahkar idi. Məsələn, Həzrət Şüeybin qovmundan 100 minli bəla tutanda ki, 60 min. Çox yaş deyirlər, çox yaş deyirlər. Tam, yəni, bunlar da qurudan payları var. Bəli. Sən Həzrəti Lut'a Allah dedi ki, özü uşaqları götür, çıx. İnnə mav'idəkum əs-subh. Sübh vaxtına Əleysə subhə bi qərib. Bəli. Yaxındadır, deyir. Həzrəti Nuh'da məsələn götürdü, gəmiyə minzirdi hamısını. Ümumiyyətlə, ilahi sünnə bu olub ki, həmişə möminləri, xalisləri çıxardıb, sonra bəla göndərib də. Bir şəkildə ki, əmr biməruf eləsinlər, ictimai qınaq olsun. O öz yerində. Yəni, hər halda günahla razılaşmasınlar. Günahla razılaşmasınlar. Onda belə çıxır ki, bu hədislərdə ki, xüsusi qeyd olunur. Əmr biməruf etmədikləri üçün yaxşılar, günah eləməyənlər də getdi. Bu əmr biməruf etməmək günahını qabarıq göstərmək üçün deyilir də belə. Yoxsa ki, onu eləmək özü də günahdır da, yəni. Yəni, insan əmr biməruf eləmirsə, bu da günah deyir ki, Şüeyb əleyhissalamın dəstəsinin yarısı, qövmünün yarısı günahkar idi, yarısı günahsız idi, amma o günahsızlar günahkarların badını etdi, çünki əmr biməruf eləmirdilər. O da bir günah. Onu xüsusi deyir. Şirkmək üçün onu deyir. Hacı elə Quran ayəsi də var da. Müsbət mənada. Lu'inəl-ləzinə kəfərun min bəni İsrail, əla lisanı Davud və İsə ibn Məryəm. Özdə əvvələn biz bilirik ki, bəni İsrail müsəlmandır. Yəni öz dinində müsəlmanlar Allaha təslim olmuşlar, iman gətirmişlər. İndi arada bir şeylər eləyirdilər, imtihan olunurdular, günahlar eləyirdilər. Amma Həzrət Musanın ətrafında edirlər da. Amma görürsən, orada qeyd verir. Lu'inəl-ləzinə kəfərun min bəni İsrail. Kafirlər. İsraildən, bəzilər ki, kafir olmuşdu, onlar lənətləndi. Bu adamların dili ilə niyə kanı layətənahəvnə ən münkərin fəalı. O, olunan münkərlərə, pis işlərə görə onlar çəkindirmirdilər. Mövqeylərini bildirmirdilər, danışmırdılar. Yəni, belə də xüsusi bir şey lazım deyirdi. Deyir, məsələn, biri birini deyir, demirdi niyə deyirsən onu. Məsələn, biri birinin haqqını yeyir, demirdilər onu niyə. Laf yumuşaq deməyə, yumuşaq şey. Başqa dönəmə qardaş, sən bunu eləmə demək. Məsələn, Həzrət Şüeybin qovmunda ən böyük günah tərəzi mövzusu idi də, səhv eləmirəm. Bazar söhbəti. Bazar söhbəti idi də. Oğurluq, bazar söhbəti. Məsələn, indi o tərəzidə mən özüm mal alıram, o da görürəm ki, məsələn, əski çəkir. Mən öz cibimə görə ona deyə bilərəm də ki, sən niyə əski çəkirsən mənim malım? Yəni, bunlar ona da reaksiya vermirlər. Ona görə Allah deyir ki, lənətə düşar oldular. Hacı, həm də Quran ayəsi var da, Əraf surəsində Bəni İsraildən meymuna dönmə əhvalatında orada 2 dəstə həlak oldu, 1 dəstə nicat tapdı. Bir 6-cı gün balıq ovlayanlar idi, onlar şənbə günü. Biri də onları bu işdən çəkindirməyənlər. Hətta
bu salih möminlər bunlara dedilər ki, siz eləmirsiniz. Heç olmasa deyin eləməsinlər də. Biz deyirik, bizi eşitmirlər. Siz də deyin. Yəni o deməyənlər salihlər kateqoriyasına daxil deyil. Hətta o deməyənlər, yəni əmr məruf nəhy münkər eləməyənlər dedilər ki, siz nə üçün deyirsiniz? Zaten xeyri yoxdur. Yəni o çəkindirənlərə etiraz edirdi ki, yəni xeyri yoxdur da siz niyə deyirsiniz? Onlar da 2 dənə səbəb gətirirdilər. Birincisi budur ki, məzirətən ilə Rəbb. Bəli. Allah'a deyəcəm ki, mən dedim. Allah'a deyəcəm, mən dedim. İkincisi də mən etiraz edirəm, bu pisliyə şey edirəm, amma ikincisi də Allah yanında bir üzrüm olar ki, mən dedim. Amma bəla gələndə ki, meymuna çevirdi Allah təala onları, o 2 dəstəni, yəni həm şənbə günü balı ovlayanlar, həm də onları o işdə çəkindirməyənləri. Mesela Həzrəti Hudun qovumun barəsində mənim zehnimdə olan orada ayrılmaq belə işarəsi bilmirəm vardı yoxdur. Amma məsələn deyir ki, kənnəhum əcazu nəxlin xaviyə. Külək elə onları vururdu, elə bir xurma ağaclarının küləyi sındırırdı. Xurma kötükləri kimi düşüb qalırdı. Yəni, vurub sındırırdı. Hətta məsələn bəzi mənbələrdə var, başın küləyi götürüb aparırdı. Deyir, onlar yer qazmışlar, yermişlər ora. Külək burulğan kimi gəlib oradan çıxardıb sən tullayırdı çölə. Yəqin orada da indi məsələn o Həzrəti Lut ki, o şeydən salamat qaldı, hadisədən, o bəladan. Yəqin istəyənləri onun yanında möminlər onun yanındaydı da. Hacı elə söz açılmışkən Allahın ədalətinə mövzusuna da baxanda məsələn də bir adam günah eləməyib, düz daha məsələn birdən desək ki, elə o sözü qəbul eləsək tək ki, bu quruda yaşın, o yaşda qurunun oduna yanır mövzusu ki, bu günahsız da günahkarın hesabı, yəni o da günahkarla bir yerdə gedir. Ona da məsələn deyə bilərik ki, bunun fəsadıdır da, məsələn mən həyətimdə bir yeri süpürəndə istər-istəməz qonşuya tozu gedir də, elə deyir. O mənim günahımdır. Yəni mənim günahımın, o müstəzəf olur da, o məzlum olur. Allah onun haqqını qiyamətdə verir, hesabını az edir. Ondan sonra onun məsələn yaxşı əməlləri olanda götürür buna verir. Onun yaxşı əməli olmayanda bunun pis əməlindən götürür qoyur onun boynuna ki, o ədalət orada bərpa olur. Yəni dünyanın bir quruluşu bir formadadır. İnsanlar bəzi oyunlar çıxardırlar ki, burada tam şəkildə ədalət şey olmur da, elə bir icra oluna bilmir, bərpa oluna bilmir. O qalır məsələn qiyamətə. Bir də ki, insanların adam fikirləşəndə 2 dənə mühüm günahı olur. Biri budur ki, susmaqla məzlumun ümidin kəsirlər. Qalın Peyğəmbərdir, köməyə çağırır. Gəlmirlər, Peyğəmbərin ətrafındakıların da ümidin kəsirlər ki, haray çəkib gəlmir. İkincisi budur ki, o işi görənləri də təşviq eləyirlər buna ki, işinizdə olun, davam eləyin. Bu, yəni, düz eləyirsiniz elə. Bir var, məsələn də, burada da müəyyən məqamlarda izah oluna bilər ki, bu cür izah oluna bilər ki, məsələn, adam var, həqiqətən o işi görmür. Hətta yəni, o işi demir, məsələn də, sözlə, dillə demir ki, eləməyin. Amma öz əməli ilə göstərir ki, bu iş haramdır. Məsələn, haram toya getmir bir adam. Elə Əbu Talib əleyhissalam kimi. Bir cəmaat da bilir ki, heç vaxt demədi, imanı izah eləmədi, ümumiliydi. Amma 42 il özü, oğlanları can qoyurlar da öz İslamın yolunda. Bəzilərdəki Peyğəmbəri müdafiə edir. Peyğəmbər kim idi? Peyğəmbərin nə özəlliyi var idi? İslam idi Peyğəmbərin özəlliyi. Hətta məsələn, o fiqhi məsələlərimizdə ki, bu mövzu var. Adam həyatda durub namaz qıla bilmir, oturduğu yerdə namaz qılsın. Adam oturduğu yerdə qıla bilmir də, uzandığı yerdə. Onun yeri yoxdur. Uzandığı yerdə namaz qılır. İndi adam otura da bilmir, uzanıb, dili də yoxdur. Neynəyəcək? İşarə. İşi məsələn o şeyləri. O da olmasa, o dili də olmayanda o həmdə surənin, o zikirlərin mənasını zehnindən keçirilir. Məsələn, rüküyə, səcdəyə də gözü ilə işarə edir. Yaxşı. Yəni, bu fiqhi məsələdən də, məsələn, bunu çıxartmaq olur ortalığa. Yəni, insan hər yerdən əlacı kəsiləndə insan eləyə bilir heç nə. Məsələn, əmri bil mərufda üzün turşudur. Üzün döndərir. Ondan sonra gedir filan.
Heç nə deyiləndən sonra qəlbində nifrət olur da. Hocam o zaman Bəhlul kimi özün dəliliyə vursun o şəkildə. Onlar da olmayanda məsələn də insan qəlbində şey eləmir də, qəlbi ilə. Dili yoxdur demir həmin surənin mənasını keçirsin. İndi burada da bir əməl eləyə bilmir, orada da qəlbi ilə razılaşmır da ona. Çünki bəzi hədisdə də var ki, məsələn, qovlən, feylən, ondan sonra fikirən, lisanən. Lisanən məsələn danışığı ilə olmaz, əməli ilə olmayanda məsələn fikri ilə, qəlbində narazılığı ilə. Bəzən də o qəlbidəki narazılıq deməkdən də çox təsirli olur. Çünki deyəndə, danışanda bəzən insanın o bir növ o daxili o həyəcanı, atəşi sönür. Amma gərək üzə vursun da o qəlbin narazılığı. Bir yerdə mənə mənə bir mənbələrdə rast gəldi Seyid. Deməli bu kitablarda da o nəsihətdə, kəşkül kimi kitablarda bir yerdə şeymiş, çörək növbəsiymiş. Gəlib cəmaat çörək növbəsinə dayanıb indi qıtlıq eləymişdi. Hər yerində bir müəyyən qədər çörək verilmiş. Bir dənə də qeyri-müsəlman gəlib orada çörək istəyib. Çörəyin də axırıymış. Bu çörəkçi də şeydə bu Xəkandaz deyirik də. Bəli, Xəkandaz da. Onunla götürüb közü töküb bunun boynuna deyib bu da sənin çörək payın. Deyir, bu da indi məlumdur da nə olar orada. Allah iraq eləsin. Cəhənnəmdə gör necədir hələ. Ondan sonra bu elə qışqıra çıxıb gedib. Bir saatdan, 2 saatdan sonra xəbər çıxıb ki, bu adam xəstələnib, ölür. Közü tökən. Gözü tökənə. Gəlib görürlər ki, pis vəziyyətdədir. Bu tərin içərisində üşüyür. Tərin içərisində üşüyür. Qeyri-adi bir şeydir. Adamdan tər gedir, üşüdür, qışqırır, yanır. Belə filan, nə deyirlər ki, budur məsələ. Oradakı o seyid olur, ruhani olur, ağsaqqal olur. Gedirlər həmin o qeyri-müsəlmanın qapısına. Ona yalvarırlar, yaxarırlar ki, bu ölür də. O deyir ki, mənə Allahla rabitə yaradan o kürəyimə dəyən közün yanğısıydı. Siz gərək mənim belimə köz tökəsiniz təzədən, mən Allahı elə çağıram. Əksinə çağıram. Əksinə çağıram, o da mümkün deyil, o da çağıramayacaq. Elə gəlib deyirlər ki, da özü əziyyət vermiyor, getdi. Yəni söz odur ki, insan hansı bir tərəfdən o yanır, daxilindən bir dil açılır, Allahla rabitə yaranır. İndi bunun dili var idi, yəni qışqıra da bilirdi heç olmasa. Bu nəticəni verdi. İndi o qışqıra da bilməyəndə, deyə də bilməyəndə, daxildə o yanğı olanda, ürəkdə o yanğı olanda nə olur? Məsələn, demirlər, o qədim arvadlar qarğış eləyəndə deyirdilər, Allah ürəyi yandırsın. Allah iraq eləsin, Allah heç kimi o cürə nifrinlə üzbəüz eləməsin. O özü də daha çox təsirlidir. Müstər elə odur da. Müstər o da. Həmmən yücüyü müstər rəzadə. Həzrəti Yaqubun mövzusuna baxın. Həzrəti Yaqub bilirdi də nə cəryanlar gedir. Həzrəti Yaqub bilmirdi. Bunlar eləyiblər onu. Bilirdi. Ticani onu gətirib o kitablarının birində. Mən özüm yadımdadır. Mən 5-ci, 6-cı sinifdə oxuyanda Sovet hökumətinin radiosundan Quranı məsxərə eləyirdilər. Maşında biz gedirdik. Mən orta məktəbdən çıxıb, gəlib maşına minib gəlirdim molla yanına da dərsə. Orada qulaq asırdım maşında. Yəni açmışdı radionu o sürücü. Deyirdi ki, Quranın, dinin, İslamın xurafatlarından da biri bu idi ki, və cəmaatı allatmağından biri bu idi ki, deyir, Yaqub, Yusufun ağlamağın, burada Kənanın düz yaxınlığında, mal örüşündə, köşənində, quyunun içində eşitmir. Neçə il üstündən keçəndən sonra Yusufun köynəyinin iyini hiss edir. Belə Misirdən çıxanda özü də uzaqda məsafə bu cürə məsxərə eləyirdi. Amma biz bilirik də mövzu deyirdi. Mövzu deyirdi. Orada Yaqubun vəzifəsi danışmamaq idi. Çünki Həzrəti Yaqub özü planı çəkdi ki, aparın
bəlkə mövzudan çıxdığı biraz Yox, elə aparın Yusuf. Qayıdacaq indi. qayıdacaq. İmkan versəm qayıdarsınız inşallah. Aparın onu belə elə. Niyə? Çünki oğlanları gəlib deyəndə ki, Yusuf Qorxuram canavar ya. Özü dedi qorxuram canavar ya. Bunların ağzına söz atdı. O nədən ötürü idi? Yəni belə elə eybi yox. Çünki bunlar amma öldürmür. Ona görə hətta Həzrəti Yusuf Yaqub səsini ona görə udmuşdu, ona görə danışmırdı, ancaq ağlayırdı. Ayədə deyir, təftau, təskuru Yusufə. Elə gəzirsən Yusuf, məsxərəyə qoyurlar ki, kör oldun, gözün ağardı, gözün ağardı, bəsdir. Ona görə o danışmamağı da Həzrəti Yaqubun çox qəlbini yandırırdı. Onun özünün də bir müsbət təsirləri var idi, gələcək faydaları var idi. O özü də sabah, məsələn deyək ki, Həzrəti Yaquba sabah qiyamətin günündə deyilsə ki, sən niyə qışqırmırdın, hay salmırdın, danışmırdın, demirdin, oğlanları niyə rüsva eləmirdin? Həzrəti Yaqub onu gətirib dəlil kimi göstərər. Deyər, amma sizin ki, kamera o səzləri çəkmir, bir dənə həmin zamanda, həmin o vaxtda, o neçə ildə mənim ürəyimi çıxardın, exosun göstərin bu məhşər əhlinə, görün onda mənim ürəyim nələr keçirdi. Yəni, o özü də bir dənə mövzudur. Yəni, bir danışmaq, demək, bəzən insanı sakitləşdirir, qəlbini aram edir, təşəffi qulub, qəlbini biraz yumşaldır. Ondan sonra, məsələn, bir dənə mövzunda deyim, diyanım. Bədr müharibəsində ki... Biz diyanmağı çıxarmamışıq, yəni. Əstağfurullah. Bu Bədr müharibəsində bu müşriklər ki, bu qədər itki verdi acı, müşriklər qayıdıb gəldi cənazələri ilə Məkkəyə, ağlamağı qadağan eləmişdi Əbu Süfyan. Məkkədə ağlamaq qadağan idi. Boğulun qalın. Boğulun qalın, nifrətüz, qəzəbüz qalsın yerində. Bir arvadın da deyirlər, 3 dənə oğlu ölmüşdü müşriklər tərəfindən. Yəni, müşriklərlə getmişdi. Gecənin bir vaxtı gördük, qonşu ağlayır. Elə bu da başladı. Özdə küçələrdə məmurlar durulmuşdu ki, ağlamağı nəzarət eləsinlər ki, ağlamasınlar. Gör, insanların başına nə oyunlar gətiriblər. Gördü, qonşu ağlayır. Bu da çıxdı, istədi şüvən sala, dedilər, yox, diyan. Dedi, o dedi, onun dəvəsi itib, ona görə ağlayır. Dedi, lənət olsun sizə. Bir dənə dəvəsi itən ağlaya bilər. Amma övladları... Qəlbini sakitləşdirə bilər, amma 3 dənə oğlu ölən ağlaya bilməz. Bu nə qanundur, bu nə gündür siz yaratmışsınız bu cəmaat üçün. O ağlamağı qadağan eləmişlər ki, qəlblər sakitləşməsin. Qoy, nifrət qalsın, nifrət davam eləsin. Bu biri tərəfdə də elə müsbət nəticələr verir. Seyid, bir əlavən varsa buyur. Var. Baxın, Hacı indi orada Rəhdən danışdı. Yaqub əleyhissalamın oğlanları tərəfindən məsxər olunmağı və çox maraqlıdır. Mən orada 2 məsələyə toxunmaq istəyirəm. Birincisi budur ki, Yusuf əleyhissalamın əhvalatında Allah Teala rəhmətinin, məğfirətinin nə qədər əzəmətli olduğunu deyir orada. Çox da ona fikir verən yoxdur. Allah Teala o qardaşları bağışladı. Körpə qardaşlarını aparıb öldürmək istədilər. İndi öldürmək istədilər, təxminən öldürdülər də. Körpə uşağı at quyuya səhrada. O vaxtda səhra belə deyil ki, bir dənə avtomobil gəlib keçsin. Öldürmək istəyirdilər ki, bir dənə qardaşı dedi ki, onu öldürməyin, quyuya atın. Hətta o özü də quyuya atın, yəni nə? Özü ölsün geçsin də orada. Özü ölüb gedəcəkdi də. Çünki hamısı da başa düşürdü ki, yəni ilan, çayan, canavar, hər şey o quldarlar aparacaqdılar. Nə bilirsən aparıb satacaqdılar. Çünki öldürəcəkdilər. Yəni məqsəd o idi. Yağış yağacaqdı, boğulacaqdı orada. Hər şey ola bilər də. Yaqub əleyhissalamın gözündən itirmək. Sonra da riyakarlıq eləmək. Yəni peyğəmbəri aldatmağa səy göstərmək filan. Ən böyük cinayət. Nəbana ləfi zəlalin mubin. Elə atamız azıb. Məsələn, atıya ki, Allah, dünya, axirət bu qədər hörmət qaildir. Özdə peyğəmbər olsa. Özdə peyğəmbər. Özdə bir var. Məsələn, kiminsə peyğəmbərliyində şəkki şübhəsi ola, bunlar ki 100% bilirdilər Allahın peyğəmbəri. Özdə Hacı Mehrabın sözü olmasın, Seyid peyğəmbər xeylaqları da hamısı. Peyğəmbər balaları da hamısı. Hamısı da özdə bilirdilər. Məsələn, indi ola bilər, məsələn də Nuhun oğlu məsələn.
O ben bilmirdim o peyğəmbərdir. Amma bunlar da özü Mən həmişə deyirəm o barədə ki, kim ki deyir filan kəsə bax, uşaqları gör necə pis oldu, yəqin çörəyi haram imiş. Deyirəm ki, Nuh peyğəmbərin çörəyi halal idi, haram idi. Kəbini düz idi, düz deyildi. Tərbiyəsi Nuh peyğəmbərdən yaxşı tərbiyə verən var idi. Şeyxül Ənbiya idi. Amma olmayanda olmurdu. Yəni o bəzi səbəblər var ki, o yəni o tək ona bağlı deyil. Bəli, haramdır, tərbiyədir, bunların hamısının rolu var. Rolu var, bu qədər. Rolu var. Amma əsas rolu insan iradəsi oynayır. Bəli, Seyidin əsas qaldı 2 dənə demiş. İkincisi də o ürək yanmaqla məsxərəni. Məsələn, Nuh əleyhissalam məsələsində indi Allah Teala deyib keçir. Allah canın sağ eləsin, Ustad qiraətinin, o Nur təfsirinin müəllifinin belə nöqtələrə çox toxunur da. Məsələn, o gəlir elə şeylərə toxunur ki, adam görür, mən bunu Quran-Kərimdə görmüşəm, amma həm də görməmişəm. Deyir, ilk rozaxan Allah Tealadır. Niyə? Müşrik ərəblərin qız balaları üçün roza oxuyur Təkfir surəsində. Və izəl məvudətü suilət bi əyyi zənbin qutilət. O körpə diri-diri bastırılmış qızdan soruşacaqlar, sənin nə günahın var idi? Nə günahın var? Səni niyə öldürürdülər? Ay, balaca qız uşağı, səni niyə öldürdü? Nə günahına görə öldürdülər? Həzrəti Rasulullah deyir, mən la yərhəm, la yürhəm. Həzrəti Peyğəmbərdir. Bəli. Yəni belə nüanslar var ki, biz gözdən qaçırdırıq. Məsələn, Quran deyir ki, səxiru min. Gəldilər Nuh əleyhissalam məsxərə qoydular ki, günün günorta çağı bu səhrada heç suyun iş artısı yoxdur. Gəmi niyə düzəldirsən? Kaş elə yağış yağsın, biz biraz şey olsun. Hə, məsxərə qoydular. Özdə gələn, keçən hamısı o məsxərə qoyanlar da görkəmli adamlar idilər. Əl-mələ deyir orada. Yəni o adamlar idilər ki, adlı-sanlı adam. Hə, çünki adlı-sanlı adamla adi adamın sözünün fərqi var axı. Deyir, adi adam danışan deyirlər şit-şit danışma. Adlı-sanlı adam imkanlı adam danışan deyirlər ki, şit danışanda belə yaxşı. Nə gözəl zarafat elədi, gördünüz, yalandan da gülürlər. Bu da belə görkəmli adamların da sözlərinin sambalı var, təsiri var idi. Və Nuh əleyhissalamın borcu idi. Həm özü möhkəm dayansın məsxərələrin qabağında, həm ona iman gətirmişləri sakitləşdirsin ki, son nöqtə çatmayacaq. Narahat olmayın. Ürəyiniz də yansa narahat olmayın. Bu asan şey deyil. Biz bilmirik gəmini neçə gündə düzəltdilər, neçə aya düzəltdilər. Hədisdə var da, yəni, bu qədər dözmək, bu qədər məsxəriyə dözmək. Ayədə yoxdur. Və qalər rusulü vəllezina amənu Hətta yəqul rəsul mətə nəsullah. Hətta yəqul rəsul və vəllezina amənu mətə nəsullah. Onlar gəlib dedi. Peyğəmbər və yanında olan möminlər deyir. Buna yaxşı mövzuya toxundunuz. Mən istəyirəm Cəvadi Amildən bir dənə burada nüans deyim. Cəvadi Amil deyir ki, bu ayə çox mühüm bir əxlaqi nöqtəyə toxunur. O da budur ki, Allah bəndəsinə kömək edir, amma sən gəlib ora çatmalısan. O son nöqtə nədir? Bütün vücudunla etiraf edirsən ki, ilahi, səndən başqa yardım, kömək yoxdur. Qulağa gəlmək lazımdır, su içmək. Ora çatmayınca Allah müdaxilə eləmir. Çünki ora çatmayınca Allah müdaxilə etsə, beynimizdə nə olacaq? Hələ beləymiş bu. Yəni, həkimlər səhv eləyir. Allah onu bildirmək üçün. Aşkar olmur da. Hələ bir gizli tərəfləri qalır. Tufan gələnə qədər Nuh əleyhissalam dözür. Möminlər dözürlər. Bunlar da deyirlər. Məsxərə qoyurlar, gülürlər. Müasirdir, tunç deyib atırlar bunların üstünə ki, məsələn, neyinirsiniz siz burada? Dəlisiz, psiksiz. Hələ onlardan əlavə, burada ən çox imtihan elə o ətrafdakı möminlər olunur da. Onlar bilmədən səbr edirlər. Məsələn, deyir ki, nə vaxt tufan gələcək? Heç nə. Hədisdə var ki, Allah Teala o ağacın toxumlarını gətirib verdi Həzrəti Nuh'a ki, sən bunu ək. Böyüyəcək, ağac olacaq, o ağaclardan gəmi düzəldərsən. O buna kim düzəldər? Qahesat. Yəni ona iman lazımdır ki... Əslində Nuh Peyğəmbərin yaşını görsəydilər, inanmalıydılar. Bu 950 yarım yaş. Təsəvvürlə bugün sabahı gözləyirlər ki, indi gələcək və salam da Allahın yardımı gələcək. Çox mühüm mövzudur ya. Amma tələsməmək. İndi toxum gəlir ki, sən ək, ağac olacaq, o ağacın gəmi düzəldir. Yadınızdadırsa alimlərdən biri çox gözəl bir söz dedi. Dedi, gəncliyin, cavanlığın
cavanlıqda insana veriləcək ən böyük nemət hövsələdir. Hövsələ. Hövsələ olmasa hər şey adamın Hövsələ yaxşı şeydir, cavanlarda olsa daha yaxşı. Hər şey var. Çünki alınmırdı. Onsuz nə uğur qazanmaq, dünyəvi işdə də uğur qazanmaq olmur. Biz necə gedirsən deyir ki, 7 ay bir şey gözləmə. Hacı, O Əleyhisselam'da ki sözündə var ha, ləbləbunna bəlbələtən və təğərbəlunna qərbələtən. Elə qorxuram o hədisdən o sözü öyrəndə. Gərək onlara Ələnəsiz o vaxta qədər var, lazım imiş da ələnmək. Ağac böyüyə, gəmi düzələ o qədər, imtahanları o qədərmiş. Hacı, elə bizim məqsədimiz də elə Həzrət Nuhdan danışmaq idi. Çünki mövzumuz o idi. Burada nə qədər vaxtımız var? Hələ var, hə. Burada çox incə bir nöqtə var. İstəyirəm elə oradan başlayaq, amma qısa-qısa, çünki mövzu istəyirəm bugün tamamlayaq mövzunu, elə qısa-qısa cavab verək. Burada buyurur ki: "Və uhiyə ilə Nuhin." Əuzubillahimineşşeytanirracim. Həzrət Nuh'a belə vəhy olundu Allah tərəfindən ki: "Ənəhu lən yu'minə min qavmikə illə mən qad amən." Hacı, ikinci qeyb elmi də burada çıxdı ortalığa, hə? Nuh Aleyhisselamın qeyb elmi var imiş. Allah demişmiş ki, bundan artıq iman gətirməyəcəklər. İndi məsələ budur. Deyir ki, biz Nuh'a vəhy etən, Nuh'a və Həzrət Nuh'a vəhy olundu ki, bəs bundan sonra sənin qövmündən heç kəs heç vaxt iman gətirməyəcək. Lən yu'minə. Heç vaxt iman gətirməyəcək. Amma o istisnalar ki, sənə iman gətiriblər, onlardan başqa. İlla mən qad amən. Yəni indi hal-hazırda sənin nə varsa olardı. Olardı da bundan sonra heç vaxt. O biri ayədə də keçən də var. Duadır. Dedi ki, la təlidu minhum illa facirən kəffara. Kəffara. Orada da deyir. Yəni bunlar orada Həzrət Nuhun öz dilindən deyir. Burada ki, Allah buyurur. İlahi. Məlum o ki, Allah'tan öyrənib deyil o sözü. Onu demək istəyirəm. Yəni Həzrət Nuh ki, orada üzr istəyirəm hacı. O ki, keçən dəfə siz oxudunuz, Nuh Aleyhisselam deyir, mən iddia eləmirəm ki, qeybi bilirəm. Bu iki ayə o sözü təfsirin verir ki, necə bilmir? Yəni mən özümdən heç də bilmirəm. Allah nə deyir, onu bilirəm. Burada bəlli olur ki, peyğəmbərlər hətta Allahın bəndələri üçün özündən, öz rəyindən, öz belə mənə xoş gəlir deyə filan heç vaxt bəla istəməzlər. Çünki onlar heç vaxt o cürəti eləməzlər. Hacı, siz dediniz ki, xırda-xırda, kiçik-kiçik toxunaq gedək, amma mən burada məcburam bir şeyə toxunamayacaq. Yəni siz də aktual gözləyirsiniz mövzunu, niyə gözləyirsiniz, sözünü kəstim. Məşhur hədisdir də ki, bəs Nuh Aleyhisselam Allah Teala dedi ki, niyə bəla istədin, qırdın, şeytana xoş gəldi. Bilmirəm o hədis nə qədər səhihdir, amma bu ayələrin işığında ona baxmaq lazımdır ki, hədis ayə ilə düz gəlmirsə, mən demirəm, amma bu bəlkə izahı var. Yəni bir söz demirəm. Amma bu ayə ki, Allah Teala buyurur, daha bunlar adam olmazlar və ondan sonra Nuh Aleyhisselam Allah Teala'nın o sözünə əsasən bəla istəyir. Sonra durub biz Nuh Aleyhisselamı qınıyaq, deyək ki, sən niyə bəla istədin? Hələ hacı, sonraki ayəyə baxın sizə qurban. Üzr istəyirəm, orada bir dənə şey. Salam əlim qoymayacaq danışma. Yox. Siz bir dənə də verili şairə. Yox, onu demirəm. O ki, məqamı gəlib. Əksinə, Allah deyir ki, bundan sonra birdən mənə ağız açarsan, açma daha. Haya deyir ki, وَاسْنَعِ الْفُلْكَ فَلَا تَبْتَئِسْ بِمَا كَانُوا يَفْعَلُونَ. Bundan sonra ürəyi üzmə, bezmə falan. وَاسْنَعُ الْفُلْكَ بِأَعْيُنِنَا وَوَحْيِنَا. Bizim nəzarətimizlə, vəhyimizlə sən gəmi düzəlt. وَلَا تُخَاطِبْنِي فِي الَّذِينَ ظَلَمُوا إِنَّهُمْ مُغْرَقُونَ. Bu zalimlər barəsində mənə müraciət eləmə. Onlar boğulmalıdır. Bu ayə göstərir ki, əksinə Nuh Aleyhisselam yenə də dua eləmək istəyərmiş ki, kimlərsə qurtarsın, amma Allah qarşısına alır. Hətta sonra oğlu üçün də müraciət elədi. Allah buyurdu, cahillərdən olma. Dedim, onlar qırılacaqlar. Hacı, üzr istəyirəm, buyurun, Hacı, sözünüzü kəsdim. Mən istəyirdim Həzrəti Rəsulullahla Həzrəti Nuhun bir müqayisəsini eləyəm, o məqam keçdi, üzrlə səbir. Estağfurullah. Nuh Aleyhisselamın o qədər əzəməti var ki, Allah Teala buyurur, və innə min şi'atihi ilə İbrahim. İbrahim Nuhun şiyələrindəndir. Quran-ı Kərimdə yeganə salamdır ki, Allah və salamun ala Nuhin fil aləmin.
dünyalar içində, aləmlərin içində Nuh'a olsun. salam olsun. Bu salamı heç kəsə Allah Taala deməyib. Bu Cavad amilidən İki cür, iki hər Ya, aləm, bütün aləmlərdə. Nuh əleyhissalam salam olsun. Kiçik çünki mənada. o qədər dözmək, o qədər səbr etmək. Hələ bunu da o qədər- nəzərə almalıyıq ki, Övliyaullah ki, Nuh əleyhissalam da onların liderlərindən də Allah dostlarının, onların dünya həyatına bir növ xoşa gəlməz bir münasibəti var axı. Xoşlamırlar. Onlar təsəvvür Nuh peyğəmbərin xoşu gəlmir dünyadan. Buna rəğmən 1000 il yaşamalıdır orada xoşa gəlmədiyi yerdə. Nuh adı sonradan ləqəbdir də, onun üçün əslində Əbdürrəşid idi deyir adı. O qədər Nuhə sözündəndir də, o qədər razı niyaz eləmişdi, o qədər ağlamışdı. Yəni biz Həzrəti Nuhun o təqvasından, ondan sonra irfanından hətta heç danışmamışıq. Belə görükür ki, Həzrəti Nuh gəlib qırıb çıxıb gedib, amma o qədər Allahla razı niyaz eləmişdi 1000 illərlə. 100 illərlə ki, ta Allah Adına adına Nuh deyir də, o qədər Nuhə oxumuşdu. Bəli, Nuhə sözündən Nuhə sözündəndir. Allahla razı niyaz eləmişdi. Amma insanlar bir dənə qəribə mənim zehnimə nə gəldi adı, sonra sən yenə siz oxuyarsınız onu. Buyurunuz. O insanlar öz cəmiyyətlərində bir dənə kətdə görsən, bir dənə iynə vuran olur, ferşir məsələn. Bütün Həkim mənasında da. Yox, iynə, həkimdir də, ha. Da bu həkimdir, ölçüdə texnikum oxuyub. Yəni tibbi mənada ilə Hə, bəli. Görsən, o kətdə onun qiyməti var, dəyəri var. Niyə onların xəstəsinin üstünə gəlir? Kətdə görsən, heç müəllim deyir, ha. Amma orta məktəbi babat oxuyub. Kimsə uşağa gedir, arada bir dənə şey soruşur ondan. Görsən, kətdə birinin məsələn də traktoru var. Görsən, cəmaatın ona xüsusi bir hörməti, ehtiramı var. Ya məsələn, bir maşını var, xeyirdə şərdə cəmaatın dərdinə dəyir. Məsələn, o cür. Bu insanların, bunların hamısına dəyər vermək qabiliyyəti və istedadı var. Gör, cəmiyyət nə qədər tənəzzül eləməlidir, nə qədər insanlığın itirməlidir ki, gəlin məsələn, Həzrəti Nuh kimi bir dənə peyğəmbəri, bayaq dediyimizi keçən dəfə dedik ki, ağsaqqaldır, yaşdır. Deyə bilməzlər, sən uşaqsan, sən bilmirsən. Sən uşaqsan, bilmirsən, sən görməmsən, bilmirsən. Onların babası ilə yaşıdır. Sən babamı mən quzağımda gəzdirmişəm. Babama danışmağı mən öyrətmişəm. Görəsən, bunlar nə üzrdən deyirdilər ki, dədə babadan belə görmüşük, yəni nədir dədə baba? Sən babınla yaşıdır. Bəhs elə o söz ki, məsələn, bu bütün peyğəmbərlərin şeyində, müqabilində bir Niyə bilpərəstsən ki, babamı belə görmüşük? Hə, inna vəzədin ayəbəyənə əlavəmət. Biz belə görmüşük. Bu Həzrəti Nuh, məsələn, onlar belə deyirlər. Nə deyirlər? Hansı üzlə onu deyirlər? Yəni, insan nə qədər, məsələn də, o itirməlidir, tənəzzül etməlidir, suqut etməlidir ki, gəlsin bir dənə, deyirdiyim kimi də bir dənə, məsələn, traktoruna görə bir nəfərə hörmət eləyən, bir dənə maşınına görə insana hörmət eləyən, ya bir dənə tibbi yardımına görə insana boynunda minnət hesab edən insanlar gəlir, bir nəfər ki, onların ruhları müalicə edir, ruhi xəstəliklərin müalicə edir. Lazım olsa cismi xəstəliklərin də müalicə edir. Lazım olanda maddi təminatlarını da ödəyirdi. Allah peyğəmbərlərə iqtisadi proqramı ona görə verməmişdi ki, insanlar peyğəmbərin başına pula görə yığışmasın. Və lazım olanda onu da eləyirdilər. Əlbəttə ki. Lazım olanda, məsələn, İskəndər Zülqərnin dəmiri gətirib çıxartdı ortalığa, məsələn, Yəcüc-Məcücün qarşısını almaqdan ötürü elədi. Onun peyğəmbərlik missiyasının içərisində o yox idi. Peyğəmbərin missiyası qulu la ilahə illallah tufluhu idi. Bu idi şuarı. Amma lazım olanda onu da eləyirdi. Sərdi də çəkirdi, dəmiri də çəkirdi üzünə, misi də çəkirdi üzünə, dəmiri çəkirdi ki, möhkəm olsun, misiri çəkirdi ki, paslanıb tez aratan getməsin falan. Yəni, bu lazım olanda bunu da istifadə edirdi. Bununla belə, məsələn, insan gəlir, o qədər tənəzzül eləyir, Allahın o yaşda bir peyğəmbərinin, o yaşda bir dənə insanın qarşısında durur, onu məsxər edir, məzəmmət eləyir. İndi gör, bu kişinin övladı nə qədər çirkin olmalıdır ki, gəlib o nütfədən, o sülbdən əmələ gələn mövzuda, məsələn, bir insan gəlir, deyir ki, yəni,
dağ məni qoruyub saxlayacaq. Özü də, özür istəyirəm hacı. Məsələn, bunlar inanmırdılar da tufan gələcək. Bunlar inanmırdılar ki, məsxəriyə qoyurdular. Bir dənə ona sizə sual verim. Bunlar niyə inanmırdılar? Və niyə inanmırdılar? İnanmamaqlarının əllərində əsas nə idi? Və məsələn, mən sənə bir dənə, məsələn, zəng edib, sənə deyirəm, Asiyyid, bir dənə bu şərif, fiqhi məsələn də gündəki kimi. Bir dənə bax, məsələn, ya deyir, görək nə tərdir? Deyirsən, mən də qəbul edirəm. Birdən sənə etiraz edəndə, məsələn, 100 dənə dəlil istəyirsən ki, sən mənim bu sözümə nə əsasən etiraz edəndə? Nə vaxt yalançılığımı görmüşsün? Ay, sağ ol. Nə vaxt yalançılığım görür, nə vaxt həvai nəfsdən danışmır və belə məsələnin kötüyü bundan başlayır ki, bunlar nə əsasən? Məsələn, Məkkə müşrikləri Peyğəmbərə deyirlər ki, yalan danışmağı eşitməmişik. Məhəmməd əmin deyirdilər. Allahümmə salli ala Muhammed. Amma seyirbazsan. Amma seyirbazsan. Seyirbazlara əmin al. Həmin şeydir. Elə hətta iftira, müftəri də dedilər. Oğlunda mən onu deyirəm də elə, yəni bunlar inanmadılar da ki, tufan gələcək. Dedilər, məsxərə qoydular, gəmi nə əlaqəsi. İndi tufan gəldi. Bəli. Bunların içindən çıxan öz oğlu belə dünənə qədər inanmırdı, mövzusunu qoydu qırağa. Gördündə tufan gəldi. Dedi, çıxacam dağa. Yəni bu adam bilirsən nəyə bənzəyir? Yəni qəbul eləmir. Özə tufanın da tufan olmağın da 100% bilir. Gördü də. Çünki o vaxta qədər belə su görməmişlər axı. O külək, o su, o dağa, yerdən su çıxsın, göydən su gəlsin. Eynilə Firon. Gördü də Musa əleyhissalam üçün dərya yarıldı. Bunlar keçirlər. Düşdü onların dalıca. Hətta sağın bu yüzündə deyə bilərdi ki, yanmışsa qələt eləmiş. Sən ömründə görmüsən sular dayansın divar kimi adam keçsin ortasında. Özdə Nil çayı. Hə, çay özdə, axan çay. İnsan öz yalanının bəlasına düşür də. Ömrü boyu demişdi ki, Nil mənim əmrimlə hərəkət edir. İndi Nil iki yerə ayrılıb. Bu da inkar edə bilmədi də. Ordusu bilirsən adı necədir? O suda boğulanda dedi ki, iman gətirdim Allaha. Onun suya girməz. Qeyri-səmimi idi onda. Vəziyyətdən çıxmaq istəyirdi. Ki, necə eləyim ki, burada elə bir ki, Allah Taala'nı aldatmağa gəlir. Yox, qeyri-səmimi deyil. Amma gec idi. Çünki o boğulanda insan ki, həqiqəti görür. Mənim orada fikrim başqadır. Niyə qeyri-səmimi idi? Doğrudan bu adam iman gətirəsi adam idisə, axı Allah bilir və cəhədu biha vəstəyqənətha anfusuhum. Bu bilirdi axı. Bu bilirdi, inatkarlıq eləyirdi, cəhd eləyirdi ki, yox, elə deyil. Bunu da işlədim də, bəlkə alındı. Fikir verin, nə qədər yerdə Musa əleyhissalamın möcüzəsinin qarşısında başqa söz atdı ortalığa. İnnehu lekəbidukumulləzi alləməkumusir. Sizin başçınız da o, sizin müəlliminiz də o. Nə bilim, bu sehr eləyir, sehirbazları gətir. Hər vəziyyətdə başqa ad qoydu. Axırı öləndə də başqa ad qoydu ki, hədə elə çaydı, yarılardı, ev yox, keçək. İndi demirlər, bir çox, mən bir dəfə coğrafiya müəllimlə mübahisə elədim. Dedim ki, danışırdı, vulkanlardan danışırdı. Dedi ki, bəs gördüm, getdi Musa əleyhissalamın əsrinə, o dövrə ki, bəs Misirdə belə vulkan olub, filan olub. Qayıtdı birdən dedi ki, elə o dini mövhumatda ki deyilir, qurbağa yağdı Misrə. O da filan vaxt Yunanistandakı filan vulkanın püskürtüsü idi, gəldi o vaxt töküldü. Müəllimi qaldırdım. Dedim ki, müəllimə, əgər doğrudan belə idi, niyə məhz Musa əleyhissalam dua eləyəndə o qurbağalar gəlib töküldü Misrə? Ondan qabaq niyə gəlmirdilər? Ondan sonra niyə gəlmədilər? Məhz həmin vaxt. Bir neçə saniyə dayandı, dedi, biz coğrafiya dərsindəyik, nəysə. Coğrafiya dərsində bayaqdan dini mühümmat deyirsən. Gözdə də oradan qurbağa yağmışdı orada. Vulkan isti olur axı, bu qurbağanı yandırmadı. Tullayır da, indi qaldırır göyə. Elədir. Biraz Seydin alına gəlmirdi, orada desin. Uşaq olur. Roman qurbağalar dairəmə yağar orada. O, məsələn, Həzrəti Musa İbrahimin mövzusunda, məsələn, bir dənə 12-13 yaşında uşaq. Məsələn, Molla Sədranın qata qabaqlarına qovmurdular. Gəlib o şeyxə deyilir, irad eləyirdi. Məsələn, hani qovursan, uşaq olanda nə olur? Gör nə deyir. Məsələn, o boyda Misirdə, Babilistan. Həzrəti İbrahim vurub, sındırıb, dağıdıb hamısını, qəşəng məntiqlə, dəlillə
Gəlirlər sən eləmişsən, deyir, yox, balta Soruşun da, balta kimdir? balta kimdədir ondan soruşun. Özü deyir ki, bizə fərəcə və lənfusihim. Hə, Qayıtlar özlərindəki düz deyir, ha. Yenə başladılar. Yenə başladı. Sən bizi ələ salıbsan. Ha, sən deyəndə ki, gəlin taxtaya başlayın. Sənə demək olmurdu sən məni ələ salıbsan. İndi sənin Allahındır da. Sənin Allahın heç səni belə götürüb baltanı qırıblar. Hacı, siz sual verdiniz də, yox. Onu demirəm. Yəni retorik sual verdiniz ki, cavabı öz içindədir. Niyə iman gətirmədilər? Əslində müşriklərin o ziddiyyətli davranışlarından biri və əqidələrindən biri bu idi ki, yəni onlar əslində öz dediklərini inkar edirdilər. Heç bir əldə əsas olmadan, zor idi da. Yəni heç bir əsas olmadan, heç bir dəlil olmadan bir iddia eləyirlər. Amma iddialarında da yalancıdırlar. Ziddiyyət çoxdur. Məsələn, deyər, səndən yalan görməmişik. Amma bəri tərəfində ki, sən yalancısan. Seyirbaz. Seyirbazsan, yalancısan. Bayaq əvvəldə bir şeyə işarə olundu. Dediniz ki, şeydir də, yəni bəzi adamla o el arasında bir misal var. Deyir, yetim əlində qoğal əcaib görükər də. Yetim hara əlində qoğal hara. Sən hara, sən haqq söz danışmağa. Sən niyə danışmalısın? Ona görə Əli əleyhissalam deyir, zaman gələcək, yalancılar təşviq olunacaq, düz danışanlar təkzib olunacaq. Və Resulullah sallallahu aleyhi ve sellem dedilər, hansı ayədir? Ləvla nuzilə aləl qəriyyətəyni azim. Minəl qəriyyətəyni azim. Təxminən belə deyərsin, unutdum ayəni ki. Niyə bu boyda nəhəng qəbilələrə, qəriyyələrdən olan bir nəfərə nazil olmadı? Əbu Talibin yetiminə nazil oldu məsələn. Bəli. Vaxtımız deyəsən tükənib. Allah Teala inşallah bu sözləri qəlbimizdə təsirli qərar versin. Təşəkkür edirəm. Qaldı hamı özgənin də yenə olmalıdır. Qaldı mövzumuz. Hacıda da Nuh əleyhissalamın irfanından danışmamış, ondan geri danışaq. Orada yaxşı mövzular var. Bəli. Buyur ki, və qalə irkəbu fiyha bismillahi məcriha və mursaha. Yəni, bunlar hamısı qalıb, inşallah ki, toxunacaq. İnşallah. Təşəkkür edirəm hər ikinizə. Allah razı olsun sizdən. Allaha əmanət olun. Təşəkkür. Allah razı olsun. Çox sağ olun. Sağ olun.